Salam hörmətli izləyicilər. Bax bu villanı heç bir villa ilə müqayisə eləməyin. Çünki doğrudan da tərifə layiqdir və tikintisində indi mən deyəcəm, tərifləyəcəm. Amma indi siz də görürsünüz ki, həqiqətən evə söhbət yoxdur da. Mərdəkanda elit küçələrin birində. Belə bir möhtəşəm 9 sotun içində. Həyətdə gördüyünüz o əsl natura mərmərdir. Natura mərmərdir ha. Yəni elə belə. Burada yəni tikintisində həqiqətən yəni doğrudan keyfiyyətli. Küçətləri, zadı hər bir şey. Bir də fırlan zəhmət olmasa, deməli pultla idarə olunan qapı. Burada skameykası vardı. Daşıma hovuz. Natura mərmərdir ha. Ha. Buna bir çopkasını çək. Daşları. Yəni görürsünüz ki, yəni həqiqətən yəni mən tərifləyəcəm amma möhtəşəm evdir, söhbət yox. Qiymətini gəlin bura baxaq. Qiymətini videonun aşağı hissəsindən qeyd edəcəm. Bura mətbəximizdir, mətbəx mebeli də var idi gördüyünüz kimi. Hələ evin içindəki mətbəxi görəcək qadınlar. Mətbəxdən deyəcək ki, mətbəx elə deyir ki, çıxma içəri, çölə çıxma. Elə qal mətbəxdə. O mətbəxə hansısa qadın girsə çıxmayacaq. Demək 400 kvadrat metrdir, monolitlidir təbii ki. Lijankalar, nə bilim hər bir şey var. Teras hissə. 875 mindir start qiymət. 875 min manat. Deməli, burada yerləşir evimizin qarajı. Pultla idarə olunan qapı. Deməli, qabaqda da balkonu var, arxasında da balkonu var. Buradan evin içinə xod var, qapı var. Bir də arxa hissəsini çəkək görsədək. Buyur, operator qardaş, çək görsəd. Gəl. Təzdən qaydaq. Nə gözəl, nə qəşəng. Video roliki bölüşün. Bəyənin işarəsini vurmağı unutmayın, hörmətli izləyicilər. Gəl. Bura teras. Bu da qazanxanadır. Buradan da evin arxasında keçid var. Mangalı da var idi, hörmətli izləyicilər. Və mətbəxdir, mətbəxdən də çölə qapı var. Bəyənin düyməsinin işarəsini basın, zəhmət olmasa. Kim alsa Allah xeyir versin. Evə söhbət yoxdur. Nə qəşəng, nə gözəl. Gəl, operator qardaş, buyur.